Bizim doğma torpağımız Zəngəzurdur. Bizim doğma torpağımız Göyçə Maxalıdır, İrəvandır. Biz tarixi unuda bilmərik və kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Bizim dədə-baba torpağımızdır, biz ora qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq və heç kim bizi dayandıra bilməz. Zəngəzur dəhlizini biz icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə. İstəsə daha asan həll edəcəyik. İstəməsə də zorla həll edəcəyik. Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Mən Məmmədov Sədrəddin Səfəroğlu 1958-ci il avqustun 25-də Qursalı kəndində fəhlə ailəsində anadan olmuşam. 74-cü ildə həmin məktəbin 10-cu sinifini bitirmişəm və Bakı Dövlət Universitetinin Geoloji Coğrafiya fakültəsinə daxil olmuşam. 79-cu ildə həmin fakültəni bitirdikdən sonra təyinat vasitəsilə Kəlbəcər rayonuna göndərilmişəm. Kəlbəcər rayonunun Abdullah kəndində bir ay yarım müəllim işlədikdən sonra yerli Maarif şöbəsinin komissiyasının yoxlanışından sonra mən həmin kəndə təlim-tərbiyə işləri üzrə məktəb direktorunun müavini təyin olunmuşam. Bizim məktəb orada qabaqcıl məktəb olub, həmişə öndə getmişik və biz o kollektivin üzvü olmuşuq. Təyinat müddəti qurtardıqdan sonra 82-ci ildə öz kəndimizdə, doğma Qursalımızda, orta məktəbdə hərbi müəllim işləmişəm. 84-cü ilə qədər. 84-cü ildə Bakı şəhərinə köçmüşəm və burada neftarima zavodunda işləmişəm, çalışmışam. 93-94-cü illərdə həmin zavodun Azad Həmkarlar Təşkilatının sədri işləmişəm. Məktəb zavodda sonra Milli Orduda qulluq eləmişəm. 94-cü ilə qədər zavodda işləmişəm. 94-dən 98-ci ilin dekabrın 28-nə qədər 777 nömrəli hərbi hissədə, əvvəlcə Pereşgüldə 877-də, sonra isə 777-də hərbi hissədə deməli batalyon komanderinin, tabor komanderinin silahlanma üzrə müavin işləmişəm. Məlum Gəncədə olan hadisələrdə bizi Gəncəyə göndərdilər Pereşgüldən. Sonra mən həmin hərbi hissədə 98-ci ilin yanvarına qədər qulluq eləmişəm. 98-ci ilin yanvarında kapitan rütbəsi alıb oradan müxərrəs olmuşam. Və həmin ildən zavodda qayıtdım, öz iş yerimi zavodda işləmişəm. Zavodda növbə rəisi işləmişəm 2015-ci ilə qədər. 98-dən 2015-ə qədər. 2015-dən sonra böyük mühəndis işləmişəm və 2023-cü ilin sentyabrından təqaüdçüyəm, nəvələrimlə məşğulam. Kəndimiz çox belə böyük kənd olub, təsərrüfatı çox olub, əhalisi, cəmaatı çox biri-birinə istiqamlı olub, biri-birlərinin təsirini saxlayan olub. Kəndimiz çox qoçaq kəndi olub. Bizim kənd heç vaxt ermənilərdən qorxmuyor. Həmişə ermənilərin içində biz başı yuxarı, alın açıq gəzmişik. Kəndimiz gözəl kənd. Bəlkə də bizim kəndin tayı bərabəri heç yer üzündə yoxdur. Kənddə yaşayış çox qədimdəndir. Hələ deməli, Qafqaz Albaniyası dövründən də əvvəl orada yaşayış olub. Çünki Qafqaz Albaniyası dövründə 637-ci ildə
səhv eləmirəmsə 7-ci əsrdə Albanlar orada kilsə tikiblər. İndi kilsə bugünkü dövrə qədər də qalıb. Bizim tarix müəllimimiz Əli müəllim həmin kilsənin Albanlara aid olduğunu deyirdi həmişə. Yəni o da ulu babalarından öyrənmişdi onu. Sonradan 88-ci ildə məlum hadisələrdən sonra ermənilər onu təmir edib özlərinin adına yazmışdılar. Bu da tarixi saxtalaşdırmaqdır. Bundan əlavə də Albanlardan da əvvəl orada yaşayış olubdu. Bizim kəndin ətəyindən Pəmbə çayı keçirdi. Həmin çayın qırağında Şoraq deyilən ərazi var idi. Orada əvvəllər cəmaət ev tikmək üçün, tövlə tikmək üçün, daşla, xammal daşından istifadə eləmək üçün orada daş qırırdılar. Qara daş qırırdılar, gətirirdilər. Mənim yadımdadır, biz tövləni tikəndə atam bir-iki nəfər qohumla gedib orada daş qırırdılar. O daşxanada Şoraq deyilən ərazi idi. Orada balaca mağaralar var idi. Həmin mağarada atam çəngəl bıçaq tapdı. Biz də elə bildik, sevindik ki, bu qızıldır. Sonra yoxlatdıq, gördük ki, yox, elə kasıma gümüş düşür. Elə bu gümüş sikkələr, çəngəl bıçaq olub. Deməli, bu göstərir ki, əgər orada mağara varsa da, deməli, burada yaşayış çox qədimdən olubdur. Sonra kənddə insanlar yaşayışı yaxşılaşdıqca gözəl evlər tikirdilər. Evlərdə him qazırdılar. Him qazılanda, məsələn, insan sümüklərinə rast gəlirdilər. O da tək-tük insan sümüyü deyildi. O sümüklər bir yerdə olan yer idi. Məsələn, Rüstəm İsmailin evinin yanında elə bir böyük sümük qalıqları tapılmışdı. Sonra məktəbin yanında Mustafa İbrahim quyu qazdığı yerdə böyük bir kalafada dərin tunel tapmışdı. Onun da başı uçub bağlanmışdı. Yəqin ki, burada yaşayış çox qədimdən olubdu. Sonra bir də Xudu Mustafayevin evinin yanında tunel tapmışdılar. O tunelin bir çıxışı dəriyə çıxırdı. Deməli, burada qədimdən yaşayış məskəni olubdu. Və eyni zamanda qəbirstanlıqda qəbirlər var idi. Orada qoç şəkilləri var idi. Məsələn, elə qəbir var idi ki, heç yazı yox idi. Elə qəbir daşı var idi ki, orada ərəb dilində yazılmışdı. Yəni, Qursalda yaşayış çox qədimdən olub. Kəndin adını çox zaman, məsələn, kənddə deyirdilər ki, yaşlı kişilər deyir ki, qurs alı, yəni ağır alı, sözünü deyən alı, belə yozurdular. Amma ancaq kəndçimiz, ziyalımız İbrahim Məmməd kənd haqqında kitab yazanda o araşdırmalar aparmışdı. O göstərir ki, deməli bizim Qərbi Azərbaycan toponimlərinlə məşğul olan, onu ərsəyə gətirən, onu araşdıran, onlar haqqında məqalələr yazan Budaq Budaqov və Qeybullayev. Hər ikisi coğrafşünasdır. O dediyinə görə, yəni Budaq Budaqovla Qeybullayev yazır ki, Qursalı türk mənşəli Oğuzlardır. Və orada yaşayan Corus elindən gələn adamlar olub. Corus eli də illər boyu dillərdə dəyişirilərək axırda gəlib Qursalı alıb. Onun yazdığıyla belədir. Bir də Corus kəndi Qafan rayonunda olub. 1598-ci ildə həmin kəndin adını dəyişiblər, Xorsos qoyurlar. Zad var, məlumatlar var. Qursalı cəmaatı çox qoçaq, igid, vətənini sevən, əmək sevən adamlar əhali olubdur. Çünki bizim kənddə, məsələn, boş torpaq görməzdim. Hamısı əkilir, becərilir. Məsələn, müharibə olur, sevə-sevə gedirlər, vətənini sevənlər olubdur. Gedirlər müharibəyə. 2 Dünya müharibəsində getdilər, şəhid olanlar oldu. Sonra Erməni-Müsəlman davasında bizim kənddən başqa kəndlərlə müqayisədə itki olmuyor. Məsələn, ermənilər heç vaxt bizim kəndə hücum edib adam öldürə bilməyiblər. İstər 1905-ci ildə, 18-ci ildə, lap axırıncı 88-ci ildə təsadüf bir-iki hadisə olubdur. Məsələn, mənim Novruz əmim kəndin aşağı tərəfində, Cala tərəfdə çayın qırağında tüya ferması var idi.
Orada məsələn tələfat olmuşdu. Yəni, bizim cəmaət torpağa bağlı idi, əməksevər idi. Məsələn, rayonda ot biçinini birinci biz yerinə yetirirdik. Bizim də marağımız var ki, otu tez biçək qutaraq, sonra öz payımızı biçək gətirək. Yəni, işləyirdik. Kənddə işləməyə yox idi. Hamı işləyirdi, hamı torpağın vurğunu idi. Son vaxtlarda bulaq çəkmişdik kəndin cəmaəti. Bizim kənddə Məmiş müəllim bulağı var, kəndin içində. Sonra aşağı İsmail müəllimin evinin yanında Xanım ağanın bulağı var idi. Sonra Kələş babanın evinin yanında Qarabulaq var idi. Sonra yuxarıda Məmiş müəllimin bulağı var idi. Onun əlavə də kəndin qıraqlarında da var idi bulaqlar. Alməmmədin bulağı vardı, Məhəmmədin bulağı vardı, Tapın bulağı vardı. Çox gözəl bulaqlar idi. Qursalı kəndi dörd bir tərəfdən dağla əhatələnmişdi. Dağlıq ərazi idi. Üç tərəfi meşəlik olub. Bir tərəfi, əfəndi tərəf, orada meşə olmuyor. Dağlıq ərazi idi. Pəmbə çayının şimal sahilində yerləşirdi. Məsələn, kəndin gün çıxan tərəfinə Qənşər deyirdik, dağlıq ərazidir. Yaşlı adamlar söylüyordu ki, həmin o Qənşərdən Saral binəsinə qədər sıx meşəlik olub. Zaman keçdikcə o meşələr quruyub, çəkilib geri. Sonra bu tərəf, kəndin yuxarı tərəfində Ağsuyun qaşı, bundan yuxarıda Cillik var idi. Sonra Əlməmmədin bulağı tərəf var. Yəni hər tərəf dağlıq idi. Qarayöz var idi. Bizim məhlə Doşancıq, Yastana var idi. Onlardan biraz yuxarı Şüşqaya var idi. Dağlıq ərazidə yerləşirdi, meşəli idi. Relyefi çox gözəldir. Mülayim iqlimdə yerləşirdik. Yayda isti olmurdu. Sərin olurdu. Qışda da qar çox yağırdı. Məsələn, noyabrın əvvəlindən qar yağırdı. Mart, Novruz bayramında görürdün ki, bəzi yerlərdə qarlar əriyir. Aprelin axırlarına yaxın sahələr boşalırdı, qar olur. Çox gözəl mənzərəli yer idi. Heyf o kənddən. Bizim cəmaət olan avtobusda erməni səsi çıxmırdı. Bizə qanlı Qursal deyirdilər. Yəni biz döyüşdən, davadan qorxmurduq. Təsvifkeş idik. Biri-birimizi xətrə haraya desən gedərik. O biri kəndlərdə də var belə təsvifkeşlik. Ancaq bizim kənddə daha yuxarıdır. Bizim kənd o biri kəndlərində bizim rayonda iki kənddir. Saraldır, Qursalıdır. Bir də Qızılhörən deyirik. Onun əsl adı Qızılhörəndir. Qızılhörəndir. Bizim də buraya gələn adamlar, tayfalar ki gəliblər, elə bil ki, onlar o vaxtı Qərbi Azərbaycandan, məsələ Qazaxdan, Nicivandan Türkiyə gedən yolun qırağında yerləşirdi. Qalan kəndlər erməni yaşayırdı. O da erməni yaşamağına baxmayaraq 40-45-ci ilə qədər o kəndlərin adının hamısı Azərbaycan türk mənşəli kəndlər olub. Ancaq türklər yaşayıb, bizdə qarışıq olmuyor. Erməni ilə bizim qarışığımız yoxdur, qarışıq yaşamamışıq. Bir dənə Maarif şöbəsindən bir erməni dili müəllimi göndərmişdilər, Levon. Mən onda orada işləmirdim, mən sonra gəldim. O da 2 ay orada müəllim işləyə bildi, qalan vaxt işləyə bilmədi. Yəni ermənidə bizə kənddə erməniyə yer yox idi. Qursalı kəndi böyük kənd idi. Onun hər bir yeri, məsələn, Öyaltı var idi, Qənşər var idi, Arxaz var idi, Saral binəsi var idi. O tərəfə gəlsən Ağsuyun qaşı, o tərəfə gəlsən Alməmmədin bulağı, Qarayöz məhəlləsi, yəni kənd məhəllələri, Doloylar məhəlləsi, Doşancıq məhəlləsi, biz Doşancıq tərəfdə olurduq.
Çünki dağın adı Dovşancıq olduğuna görə bizdə Dovşancıq deyirdilər. Və kəndlər belə məhəllələrə bölünmüşdü. Məhəllələr də evlərdən ibarət idi. Məsələn, hər bir adamın olduğu kimi, mənə də orada ən əziz, ən doğma mənim doğulub boya başa çatdığım evimizdir. Evimiz üçün mən çox darıxıram. İmkan olsaydı, vallahi Qazaxdan düz kəndə qədər dizin sürünüb gedərdim. Yəni, çox doğmadır. Belə yaddan çıxmır da. Hər gün olmasa da, gündə bir dəfə heç olmasa məhləni görürəm yuxumda. 700-ə yaxın yer var idi. Tam siyahıya alma eləmirdilər. Çünki erməni də imkan vermirdi. Hardasa da bir 2000-ə yaxın, 3000-ə yaxın əhali yaşayırdı. Böyük təsərrüfat idi Qursalı. Əvvəllər kolxoz olubdu, sonra savxoz idi. Şəkər sondur əkirdik, heyvandarlıqla məşğul olurduq, ot biçmək idi. Yəni, kənd gözəl kənd idi. Universitetdə oxuyanda 4 nəfər bir yerdə, bir qrupda oxuyurduq. Dilqəm idi, Məhəmməd Çinin Musayev Dilqəm. Mən idim, Zeynalov Ələkbər idi, bir də Ramazanov Müşkünaz. Müşkünazla Dilqəm bizdən bir il qabaq qutarmışdılar. Onlar da baravar oxumuşdular. Ələkbərlə də mən onlardan bir il sonra qutarmışdıq. Ələkbərlə mən 14 il bir yerdə oxuduq. Həm orta məktəbdə, həm də universitetdə. Məsələn, biz otururduk, söhbət edirdik. Hamı bizdə qulaq asırdı. Biz kənddən danışırdıq. Yəni, kənd xatirələrini bitirmək olmur. Çətin 10-cu sinifdə oxuyurduq. Şoraq tərəfə getmişdik, orada futbol oynuyorduk. Bizim sinif rəhbərimiz də Həsən müəllim idi, Məhərrəmov Həsən. Allah ona da, onun yoldaşı Mariya müəllimə də qəni-qəni rəhmət eləsin. Çox gözəl müəllimlər idi, çox. Deməli, ürəklərini yarırdılar, bildiklərini şagirdin beyninə doldururdular. Burada mən universitetdə imtahan verəndə coğrafiya imtahanından 3 aldım. İxtisasım coğrafiya idi. Riyaziyyat imtahanına məni ağlada 4 yazdılar. Amma mən 4-ə cavab verməmişdim. Axırda komissiyanın sədri gəldi ki, mənə nə desinlər də. Dedi ki, ay valla dedi, sana dedi biz 4 yaza bilərik, artıq yox. Mən də ağlayıram. Sonra dedilər ki, sən hardansan? Dedim ki, Ermənistandan. Dedi, birdən Qursaldan olarsan. Dedim, hə, Qursaldan mən. Dedi ki, Qursalıdan gələn uşaqlar riyaziyyatdan çox güclü olurlar. Bunların da hamısının sayəsi Məhərrəm müəllimin, Həsən müəllimin, Məhərrəmov Həsən müəllimin. Bir də Telman müəllimin əməyi idi. Çox gözəl öyrədirdilər. Həsən müəllim bizə onun 9-10-8-ci siniflərdə Həsən müəllim dərs idi. Günün istənilən vaxtı gedirdik, döyürdük qapısını, bizi başa salırdı. İndi uşaqları orta məktəbdə oxuyurlar, 5 dənə hazırlığa qoyurlar, uşaq 90 bal, 100 bal topluyor. Çıxardıqlar əyani vəsait. O vaxt müəllimlər əyani, bircə Paşay Məhərrəmdə əyani vəsait var idi, xərtə, bir də bir çubuq var idi. Ondan bizi başa salırdı. Qalan müəllimlər biliklə öyrədirdi bizi. Ölən müəllimlərin hamısına da Allah rəhmət eləsin. Əksəriyyət hamısı texnikum qutarmışdı Samir. Digər ki, onların şagirdləri universitetlərdən, ali məktəblərdən səsləri gəlirdi. O sonraqda biz futbol oynuyorduk. Həsən müəllim gəldi, oraya çıxdı. Oraya çıxdı, gəldi, baxdı, gördü kimdir futbol oynayan. Heç də demədi, çıxdı, getdi. Biz bildik ki, işimiz yaxşı olmayacaq. Həsən müəllimlə qabaq qaça-qaça gəldik, girdik məktəbə, dərsə çatdıq. Həsən müəllim içəri girdi, içəri girən kimi jurnalı tulladı, 11 nömrə idim mən. Dedi ki, 11-ci adam gəlsin, mən də çıxdım, tərin içində pörtmüşəm, o qədər qaçmışıq, futbol oynamışıq ki. Gəlib, əlimizi yumağa vaxtımız çatmadı da, zəngə zorla çatdıq ki, Həsən müəllimlə qabaq girək içəri. Həsən müəllim bana dərsi soruşdu, bizdə də qayda qalmıyordu. Kitabda hansı dərsi keçirdik, o kitaba ait nə qədər misallar var idi, məsələ var idi, hamısını eləyirdik. Bunlara baxırdı, yoxluyurdu. Həsən müəllim 5 vermək üçün gərək ya bir tənlif verirdi, ya nəsə bir misal verir, ya məsələ verirdi. Onu eləyəydin, izah eləyəydin. Eləyən vaxtı lövhədə təbaşirlə yazanda dilinlə də deməliydin. Dilinlə deməsən, sana 5 vermirdi. Elə əsl əyani vəsait odur da. Dilinlə dedirdi, insan verini həkk edir.
Sonra bir dənə misal verdi. O verdiyi misal elədi. Bir dənə də misal verdi. Misalın dalında yazılmışdı şifahi. Bana dedi ki, bunun şifahi cavabını de. Mən də fikirləşirəm ki, ölü gəlim də böyük misal idi. İxtisar idi, kəsir idi. 2 dənə kəsir idi. Vurma ya bölmə məli var idi, yadımdan çıxır. Uzun vaxtı. Onu elədim. Axırda cavabını deyəndə elə bil ki, mənfi 3 deməli idi. Mən 3 dedim. Bu, bəlkə də yorğunluqdan olub, futbol oynadığımızdan olub, fikrimiz qarışdırmaqdan olub. Bana dedi ki, sana 3 vereceğim. 4 de yok, 3. Ay deməlim dedim, sen başka dönümdü, mənfi səv. Yok dedi, 3 vereceğim. Bunu o kadar buna dedim ki, verme. Dedi ki, onda sana 2 vereceğim. Götürdü, bana 2 yazdı. Deməli, 2'nin başı 10'uncu deyildi. 2'nin ortası 11'de, ayağı 12'ye düşmüşdü. Mən də ağladım. Ağladım, dərsində oturmadım. Bana pis təsir elədi. 4 almaq mənim üçün riyaziyyatdan çox pis idi. O biri dərsləri demirəm, amma riyaziyyatı yaxşı hazırlaşırdım, yaxşı öyrənirdim. Gəldim evə, o saat qağama çatdırmışdılar ki, o səfər oğlun dərsə girmir. Mən də gəldim, evdə qağamın bir xəsiyyəti var idi. Çörək yeməmiş, heç nə demirdi. Gözlədi, yeməyini yedim, qutardım. Anam dedi ki, ay səfər dedi, Sədrəddin yeməyini qutardı. Gəldi. Bana dərslər neçə alırsan? Mən deyirəm, bu xəbərim var. Mən də otdum, danışdım. Dedi ki, sən dedi, bunu dedi, bana kələk gələ bilməzsən. Sən danışanda mən bilirəm ki, sən yalan danışırsan. Məni yalladırsan, sənin cəzan böyük olacaq. Dedim ki, valla səndən qorxdum, ona görə yalan dedim. Vəziyyət belədir. Gəl, qolumdan tutdu. Axşam saat 9'du, 8'di, 9'un yarısı. Yani şər qarışmışdı. Apardı məni Həsən müəllim gələ. Həsən müəllim çıxdı söylə. Ay səfər, dedi Həsən müəllim dedi, bir sənəyə gəlmişəm. Dedi ki, yoxdur da qonşudur. Öz Həsən müəllimlə qonşuyduq. Çox da gözəl insan idi. Dedi ki, belə. Sədrəddin gördüm futbol oynuyor. Sen fəhlə adamsan, kasıb adamsan, zülmlə paltar alırlar. O gedir, onu cırır, dağıdır. Mən onu böyün tənqidlədim, futbol oynamasın. Futbol da qağamın da düşmanıydı. O da imkan vermirdi oynamağa. Bu futbol adı eşidir, indi qağam məni şilləliyir. Mariya müəllim gəldi, dedi ki, Səfər qonşu dedi, sən dedi, Sərəddini vurma dedi. Sərəddin dedi, çox yaxşı oxuyur. Sədrəddin deyə bilmirdi. Çox yaxşı oxuyur dedi, onu vurma dedi. Ne olsun futbol oynuyor dedi. Uşaq futbol oynuyor. Həsən müəllim də deyir, yox, oynamamalıdır. Kesin bir misal eləsin. Böyle verdiğim misalı şifahi cavab verə bilmədi. Belə xatirələr var. Müəllimlər çox tələbkar idi. Müəllimlər işin öhdəsindən gəlirdi. İkinci, cəmaat da təhsilə çox meyilli idi. Nəyə görə deyim? Məsələn, kənddə ali məktəbi qutarırdıq, gəlirdik. Uzaqbaşı ya bir nəfərə, ya 2 nəfərə iş verə bilərdilər məktəbdə. O bir nəfərə də versinlər qıraq məktəblərdə. Məsələn, Qızılöyrəndə ya ayrım kətlərində verirdilər, işləyirdi. Ondan artıq yer yox idi. Kolxoz sədri bir nəfərdə bir stoldur. 2 stol ola bilməz ki. O biri vəzifələr də eynilə. Yəni oxuyub kəndə gedənə kənddə iş yox idi. Kənddən də çıxmaq üçün mütləq oxumalıydı. Özümüzdə iş tapmaq üçün oxumalıydıq. Oxuyurduq və burada təyinatla qalırdıq. Kəndə gedənlər az olurdu. Məsələn, mən Kəlbəcərdə qutardım, həmin dövrdə Əli müəllim direktor idi. Əli müəllim çıxdı, Oktay keçdi onun yerinə direktor. Mən Oktayın əvəzindən hərbi hazırlıq dərsi dedim. Yəni yox idi. Cəmaatın özündə də interes var idi ki, uşağı oxusun. Çünki oxumayan çörək tapmırdı. Oxumalıydın ki, yemək tapasan, iş dalından gedəsən, özünə iş tapasan. Müəllimlərimiz çox tələbkar idi. Müəllimlər elə bir akademiyadır da, akademiya. Azərbaycan Milli Elmlər Akademiyasında işləyənlərdən mən onları üstün tuturam. Sarıbəy olub, Yerli Yurdu olub, Çamırlı olub, Xərəbi olub. Bunlar hamısı bu yaylaqlar sıra ilə düzülür. Çataq olub. Elə bir bizdən də biraz aralıda ayrımların yaylağı olub.
Ən yaxşı yaylaq bizdə olub. Qəşəng suları olubdu. O suyu da sonra Yaqubov Mehdinin rəhbərliyi ilə kənd cəmaatı yığıldı. Harasa da bir 10-15 kilometr olardı ara. Ən yuxarıdakı bulağın gözündən kəndə çatana qədər bir 10-15 kilometr yer var idi. Cəmaat yığıldı, əl-ələ verdi. Heç bir yerdə elə şey olmuyor. Yaylağa may ayında, iyunun əvvəlində belə gedirdilər. Bir də ot biçiləndən sonra gəlirdilər. Gəlirdi, onda kolxoz gəlirdi, birbaşa fermer köçmürdü. Kəndin qırağında, o əkin sahələrində bir neçə gün qalırdılar. Mal qoyunu otarırdılar. Heyvanın qış azuqəsini yığırdılar. Bizdə qış sərt keçirdi. Noyabrın əvvəlindən ta aprelə qədər mal qoyun ot yeyirdi. Onu hesablamalıydım. Nə qədər ot lazımdır, nə qədər qondu-qormu lazımdır, nə qədər arpa lazımdır, evi qızdırmağa nə qədər kömür lazımdır, odun lazımdır. Bunun hamısının tədarük olunmalıydı ki, qışda heç kim çətinlik çəkməsin. Qoçaq cəmaat idi. Elə bir 8-7 ay belə qış olurdu. Noyabr, dekabr, yanvar, fevral, mart, aprel, 6 ay. 6 ay mal qoyun içəridə qalırdı. Plus adamın özü. Kömür peçi yandırırdı. Kömür peçini yandırmaq üçün odun lazım idi. Bunların hamısının tədarükü görünməlidir. Cəmaat qoçaq cəmaat idi. Xeyir işdə, Allah eləməmiş, şər iş olanda kənddə cəmaatın birliyi hiss olunurdu. Toylar bizdə 3 gün olurdu. Qız toyu, əvvəlki günü, axşam mağarda çalınırdı. Mağarda ya hərə öz evində böyük zal olurdu orada, ya da klubda. Klub inşa olunandan sonra mədəniyyət evində. Orada olurdu axşam toyu. Savası günü oğlan öyünün toyu olurdu, orada olurdu. O da nətər? Yemək içmək olurdu, sonra axşam cəmaat toya gəlirdi. Yemək içməkdə də nətərdi Samim qardaş oldu. Deməli, masa bəyi təyin olunurdu. Masanı kim idarə edəcək? Masa bəyi kənddə ağsaqqallara, müəllimlərə, safxoz direktoruna, məktəb direktoruna, belə adamlara, adlı sanlı adamlara söz verirdi. Danışırdılar onlar. Danışıb qutarandan sonra məclisdə oturanlar onun stəkanını şirin eləmək üçün aşığa, o vaxtı aşıqlar oxuyurdu. Aşıq Bayram idi, Aşıq Abdüləzim idi. Sonra Məhərrəm kişi, zurna çalan Məhərrəm, Xıdırın dədəsi o idi. Mesela ona nəmər verirdilər ki, mesela 4 nəfər, 5 nəfər, 6 nəfər, 10 nəfər. Mesela filan ağsaqqal danışdı, onun sağlığını şirin eləmək üçün Allah filan mahnıyı, filan şeiri, filan habi oxu. Və yaxud da aşağı dedilər ki, bir şirin zad elə, şənləndir onun dediyi sağlığı. Aşıq da yola verirdi. Sonra həmin o təyin olunan adamlar yemək yedilər, axşam da gəlirdilər toyxanaya. Toyxanaya gələndə, məsələn, əvvəllər var idi, sonra götürdülər. Qız evinə, oğlan evi şax bəzəyib aparırdı. O şaxdan kim bir meyvə, ya alma, ya şokolad, ya nəsə bir şaxdan götürüb aparıb oğlana versəydilər, oğlan ona xələt verirdi. Əvvəldən hazırlaşırdılar, məsələn, kələvəyi alırdılar, konfet alırdılar, meyvə alırdılar, şirniyyat pişirirdilər, kətə pişirirdilər, belə şeylər. Əvvəldən hazırlar, elə o saat hazır olmur ki. Məsələn, hazırlaşırdı ki, oğluma toy eləyəcəm, filan şaxları bəzəyəcək, filan şeyləri alaq, əvvəlcədən. O da aparırdı, verirdi, xələt alırdı, verirdilər. Sonra son vaxtlar onu götürdülər. Sifariş verib oynayanlar olurdu. Toy babası deyirdi ki, o ona nəzarət edirdi. O vaxt şabaş zad verirdilər. Birdən bir adamın xırdası olmurdu, 10 manat verirdi. O da pul yığılırdı. Məsələn, gəlinin, oynayanların əlinə pul verirdilər. Bizdə pullama yox idi, pula hörmətsizlikdir. Ələ pul verirdilər. O da gətirirdi, o toy babasının bir ələyi olardı. Qoyardı ələyin içinə, baxardı 10 manat. Abi 10 manatı kim verir filan kəsə, gəl alır, 9 manatın yox, 5 manat. Ya elə olur deyirdi, istəmirəm, bu qalsın, qalırdı. Sonra adətən onu az-az yığışdırdılar. O yallı adət ənənəsi var. O yallıyı da nəyə görə çalırdılar? Oynayanlar çox olurdu. Elə olur ki, vaxt çatmırdı. Hamı oynasın deyin, hamı şənlənsin deyin, o yallıyı atırdılar ortalığa.
Yallı da indi burada bir dənə köçəri yallısı gedir. Orada vaxt orada çox yallılar var idi. Elə yallı gedənlər var idi ki. Dansazı da yəni toy oldu, qutardı, hər şey yaxşıdır, əmin-amanlıqdır, hər şey qaydasındadır. Dansazı çalınırdı saat 12-yə 1-ə qədər. Bizim kənddə qonşumuz var idi, Məlikə. Dərzi Söyünün arvadı. Çox gözəl qonşuydular. Mən ona görə deyirəm, kəndin cəmaatı elə bir seçilib yığılmışdı hamı bir yerə. O yaxşılar yığmışdılar bir yerə. O Məlikə arvad yaylıq mahnısı oynuyordu. Anamdan bir yaylıq aldı, həmin mahnıyı oynuyordu. Əyilirdi, yaylıq atırdı yerə, oynuyurdu, fırlanırdı, əyilirdi yaylığı əlinlə yox, ağzınla götürürdü. Çox maraqlı belə daddı. Məsələn, yallı gedirdi, köçəri yallısı gedirdilər, tərs yallı gedirdilər, dizdən qırma gedirdilər. Sonra it yallısı deyirdilər, ondan gedirdilər. Yəni yallı çox gedirdilər. O tərs yallı gedirdilər. Deməli, yallının başında duran, ayağında duran. Nə hərəkət eləsə, ortadakılar da onu eləmir. Eləməsələr döyürdülər. Yəni bunu cəmaat normal qarşılayırdı. Bu yallının adəti ənənəsi idi belə. Dini adətlərdə əvvəllər mən məktəbdə oxuyanda, deməli, məhərrəmlik olanda Aşura günü, qətl sınan günü şəxsi vaxtsi deyirdilər. Yəni, cərgə düzülürdülər, bir-birləri zincirlə döyürdülər, qan çıxardırdılar. Və cəmaat da onu normal qəbul edirdi. Məsələn, Aşura günü qızı olurdu, oğlu olmurdu. Əhd edir ki, mənim oğlum olsun, mən 7 dəfə Aşura günü oğlum başını çapdıracam. Gedirdilər, məsələn, Aşura günü, o da Bahadır Əmcinlərlərin yanında məscid oradaydı. Məscidin qabağında da yer var idi. Orada dövrə vururdular. Məsələn, konfet paylayan kim, qət paylayan kim, şərbət paylayan kim,ərsiyə deyənlər kim. Məsələn, gedirdilər orada, bir nəfər də var idi, əlində ülgüc çapırdı adam başını. Çox maraqlıdır ki, buradan çapırdılar, evə gəlməmiş qutarırdı. Yəni, elə adət ənənəyə bağlılıq çox idi. Yaşlılar söylüyordu ki, 5-ci ildə ya 15 ya 15 ya 5-ci 15-də gəlsin. Ermənilər Saral tərəfdən zirehli vaqonla gəliblər, kəndin ayağında dirəniblər. Pulemyotla kəndi pişirlərmiş. O vaxtda kənd son dövrdəki qədər böyük deyilmiş də, balacaymış. Başlayıblar cəmaata ateş açmağa. O Həsən müəllimin atası o vaxtı deyir, çox sərra satıcı olur. O vaqonda, zirehli vaqonda pulemyot açılanda belə harasa bir 10 santı hündürlüyündə, bir 20 sant derində bir deşik var imiş də. Pulemyotçu oradan ərazini, oradan deyir o pulemyotçunu vurmuşdu. Güllə ilə. Bakıda güclü mitinglər gedirdi. Bu mitinglər zamanı, hələ onda zəlzələ yox idi. Hökumət evinin qabağında belə bir o Fərman Kərimzadənin rəhbərliyi ilə yazıçımız, gözəl yazıçımız olur. O rəhbəri ilə rayonlara dəstək məqsədi ilə hər yerdən, hər rayondan adamlar gedirdi. Biz də getmişdik Qazağın Cəfərli kəndinə. Arasında bir 10-12 nəfər ki, kəndlə əlaqə yarada bilək. Kənddən vertolyotla gəlirdilər, gələnləri qarşılayaq, göndərək, yönləndirək Bakıya. Və yaxud da kəndə nə lazımdır? Onda Qazağın birinci katibi Aşurov idi, Murad Aşurov. O da əslən Qərb Azərbaycanlıdır. Onunla danışdıq, söhbət elədik. O dedi ki, mən sizə kömək eləyərəm. Vertolyot verdi. Vertolyotla deməli, çörək, konservaza da alırdıq, yolluyorduk. Oradan dedilər ki, bura dolu maldır, heyvandır, konservanı biz nə edirik? Uşaqlar ət yemir, uşaqlara çörək lazımdır. Yəni, Qazaxda çörək zavodunun biri elə bizə işlədi. Aparırdıq çörəyi, tulluyurduq. Geri gələndə də kənddə yaşlı adamları, qızları, gəlinləri vertolyotla gətirirdilər Qazağa. Sürücülər də çox mahir idi. Onlar yanacağı biraz az doldururdular ki, vertolyotun tutum həcmi azdır axı. O yanacağın əvəzinə hesablayırdılar. Gedib gəlməyə nə qədər yanacaq lazımdır? Məsələn, 1 ton. 1 ton yanacaq götürdü, ton yarım, 2 ton yox. Onun yerinə adamlardan gətirirdilər. Kənddən cəmaatı çıxartmaq üçün
Deməli, Aşırov çox sağ olsun. İndi durur, sağ olsun, ölü sağlı rəhmət eləsin. O, deməli, Qazax, Şamxor, Tovuz rayonlarından olan maşınları kalon şəklində düzdü, nömrələrini çıxartdı, maşınların güzgülərinə qara bağladıq. Əvvələ bir beter, arxaya da bir beter, başqa cür getmək mümkün deyil. Getmişdilər, yəni ermənilərin başı da qarışmışdı. O vaxtı kənddə də vəziyyət pis idi. Ermənilər kəndi mühasirədə saxlayırdılar. Məsələn, kəndlə əlaqə saxlamaq üçün İbrahimov İsmail. İsmail kişi qonşu kəndə gedir, Hacıqara tərəfə. Gitsin, deyir, oradan həm də çörək alıb gəlin də. Orada ermənilər bunu görmüşdülər, döymüşdülər, pis vəziyyətə salmışdılar. Onu vertolyotla gətirmişdilər Qazağa. Mən xəstəxanada olanda getdim, yanına dəydim. Adamın ürəyi ağrıyırdı. O kənd haqqında danışdı. Vallahi indi də yadıma düşəndə adam ağlayır. Yəni çox böyük zərbə oldu bizə. Bizim kənddə həmişə ağsaqqala, böyüyə, müəllim tayfasına hörmət olur. Bizim kəndin ağsaqqalı Qədim müəllim, Allah rəhmət eləsin, çox gözəl, həm yaxşı müəllimdir, həm yaxşı ailə idi, həm də ağsaqqal idi. Uzun müddətdə kolxoz sədri işləyib. Qədim müəllim cəmaatı səfərbər eləmişdi və tapşırmışdı ki, kənddə silah olan çox idi. Avtomat çıxardığım da var idi, 5 açılan, 3 açılan. Laf heç silahı olmayanda Fərhad Allah sağ eləsin, hamıya benzin zat paylamışdı. Puturqaları doldurmuşdular, fitil qoymuşdular ki, gələndə heç olmasa fitil yandırsınlar, partlaşsınlar. Və yaxud da əllə, balaca vaxtı biz düzəldirdik, qapının dal bağlamağına, rezini düzəldirdik, piston atmaq üçün. Silah olan var idi, silaha sarılmışdılar. Kəndin cavanları da bir nəfər kimi, da qaçsın kimsə ağaca dırmansın, kolda gizlənsin, elə şey yox idi. Bir nəfər kimi hamı səfərbər eləmişdi Qədim müəllim. Və ermənilər elə bir ki, gedirdilər, Əfəndidə bizim kəndin cəmaatı örgənirdilər ki, məsələn, Savana Kirabakan tərəfdən hücum edəcəklər. Savana qüvvəni yığırdı oraya. Rayonun hücumu oraya, Əfəndidən hücum edəcəklər oraya. Erməninin qabağını kəsə bilirdik, atırdıq. Amma Qədim müəllim tapşırmışdı ki, bədənlərini atmayın. Yeri ayaq altlarına atın, qorxudun. Erməni müəllimi gəlmişdi, Levon. O gətirirdi. Levonu elə hala saldılar ki, cəmaat, güllə ilə, qorxuda. Kəndin yağında, qəbrsənin yağında sıldırım yer var idi. Çaya doğru. Xəndək. O xəndəyə düşdü. Sabaha qədər deyir, Levon deyə bağırdılar, tapmadılar Levon azadı. Yəni, cəmaat möhkəm cəmaat idi. Məsələn, qorxaq bölüdü. Kəndin yağında deməli bir nəfərin inəyi də çay keçir, Pəmbək çayını. Keçir o üzə, orada ermənilər hücum eləsinlər də hazırlaşırlar. Adamlar yığılıb çayı keçib inəyi geri qaytarmışdılar ermənilərdən. Yəni erməni bizim kənddən heç nə götürə bilmədi. Amma zəlzələdə hamısı puç oldu. Kənddə düzdür, maşınla getdik, kolonla. Nə getdik, heç bir şey. Amma Allaha şükür ki, adamları gətirib çıxarda bildik. 30 yaşa qədər elə kənddə keçirdi. Kəndlə bağlı cümlə yox, gəl dastan deyəsən. Amma bir cümlə ən şirindir ki, mənim kəndimdən. İmkanım olardı, o kəndə mən dizi üstə sürünə gedərdim. Bu xatirələr adam yadından çıxmır.
Qursalı adı gələndə mütləq orada olmalıyıq, iştirak eləməliyik. Neynəsə bir kömək eləməliyik ki, rahatlanaq ki, biz də elə o bir, məsələ toydur, yas yeridir, iştirak eləməliyik. Canla başla iştirak eləməliyik. Şairimiz var, Namiq Qursalı. O hərdən şeirlər yazır, Facebookda yayır, pəyərdəliyir. Məsələn, ona mən qulaq asıram. Samir, sən balam, Allah sizin ömrünüzü uzun eləsin. Məsələn, sən Qursalı TV yaradırsan. Qursalı TV sən bu obyektivi götürüb, Dəli Dağı kəlləsində də çəksə mən ora gəlməliyəm. Çünki cavanlara dəstək olmalıyıq. Sizin işinizi Allah ovad eləsin. Yaradıcılığınız daim olsun, çox olsun. Səni görəndə, sənin verilişinə baxanda yaxşı xatirələrlə yad eləyək ki, Samir balamız belə bir TV yaradıb, Qursalı TV'si yaradıb, bizim Qursalımızı yaşadır. Allah sənə, sənin balalarına, anana, atana, əmilərinə, yaxın qohumlarına can sağlığı versin.